Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Deməli, bir müddət öncə biz bir video paylaşdıq. Rafizlərə görə Quranın təhrifi haqqında. Həmçinin bu videonu Quran Sünnə İcma kanalında paylaşmışdıq. Daha sonra Elvin Əzimov adlı Rafizi bu videoya irad bildirdi, bir cavab hazırladı və o cavabda deyir ki, müəyyən orada alimlər var. Misal olaraq deyir, Fadl ibn Şazan. Deyir, gətir Fadl ibn Şazan bu sözü harda deyib? Onu gətir bizə. Və həmçinin bu videoda Elvin Əzimov etiraf edir ki, Şiə alimləri, yəni Şiə alimlərindən Quranın təhrifini etiqad edən, bu əqidədə olan alimlər var. Və gəlin onu dinləyək ilk öncə. Mən təqribən səhv etməsəm 2 gün bundan öncə Elvin Məhərrəmovun kanalında Quran Sünnə və İcmanın paylaşdığı videonu gördüm ki, Rafizilərin etiqadına görə Quran təhrif olunur və məlumdur, bəzi əxbarilərin, hətta biz o barədə danışmışdıq, nəzərlərini orada gətirmişdik, alimlərin adlarını, sayı ki, bu alimlər Quran təhrifinə inanırlar. Baxın, burada Elvin Əzimov etiraf edir. Bir, bax, yenə də deyir Elvin Məhərrəmov. Bizə gedib məsələn deyək ki, Yusuf Bəhranini, bəzi alimlər ki, biz artıq özümüz də qəbul edirik ki, onlar əxbaridir, Quranın təhrifinə inanırlar. Onlar gətirərsən. Bax, özün etiraf elədin və bunu etiraf edirsən. Bir də səhv eləmirsən 9-16. Bir dənə o yerində qoyaq. Şiənin adını seçdim. Necə ola bilər ki, bundan sonra sən gəlib deyəsən ki, Şiənin etiqadı budur ki, Quran təhrif olur? Deyinən bəli, Şiənin içində Qurana təhrifə inananlar var. Amma necə bütün Quran Şiə alimlərindən nisbət verə bilərsən? Açıq-aşkar adam etiraf eləyir ki, yəni alimlərindən bu etiqadda olanlar olubdur. Yəni o alimlər də kimlərdir? Yəni Şiə məzhəbinin ən böyük mötəbər alimləridir. Hətta demək olar ki, o məzhəb, Şiə məzhəbi bunların üzərindədir. Və baxsaq, əxbari deyib keçməklə deyil. O alimlər haqqında baxın sizin alimləriniz nə deyiblər, necə onları mədh ediblər. Və adlarından çəkilən alimlərin biz burada o məqalədə kitablarının səhifəsinə kimi, cildinə kimi qeyd eləmişik. İstəyir Qummi olsun, və ya Yaqub el-Kuleyni olsun, Muhammed ibn Yaqub el-Kuleyni və ya Məclisi və digərləri. Onların sözləri və həmçinin bu haqda harda necə deyibsə səhifəsinə kimi qeyd eləmişik. Və ondan əlavə olaraq burada bir neçə adlar, alimlərin adlarını çəkmişik ki, bu alimlər də Quranın təhrifinə inanır. Sadəcə Elvin Əzimov bu videoda, yəni bu məqalədən o şeyləri keçir. Gəlib, burada deyir, Fadl ibn Şazan bu sözü harda deyib, harda, yəni bunun bir etirafı var bu haqda, Quranın təhrifi ilə bağlı, gətir onu. Bunu gətirməmişdən öncə, mən bunu gətirə bilərəm, problem deyil. Və həmçinin orada qeyd olunan və ondan daha da artıqlarını gətirə bilərəm. Və bunların hamısı məndə var. Səhifəsində, cildinə kimi hamısı var. Kitabların PDF-ləri. Sadəcə, İlk öncə mənim səndən tələbim odur ki, sən ki etiraf etdin, inkar etmədin. Etiraf etdin ki, bu alimlər var ki, onlar bu etiqadda olublar. Və bu alimlər də sizdə mötəbər alimlərdir. İndi bu alimlər haqqında sən mövqeyi bildir ki, sənin mövqeyin bu alimlər haqqında nədir? Sən deyirsənmi ki, mən bax bu alimlər ki var, Quranın təhrifini etiqadında olan, mən bunlardan bəriyəm, uzağam. Mən onlara rəhmət oxumuram, lənət oxuyuram. Uzağam onlardan, bəriyəm onlardan. Bunu çıxıb deyirsənsə, onda o biri alimlərin harada ki, sən etiraz bildirirsən ki, bunları da gətir, onları da gətirməyə olar. Yox, sən bunları desən ki, xəta eləyiblər, problem deyil, indi xətadır da, alimdir, xəta eləyib, keçək, xətasını götürmürəm ki. Bu cür deyib keçsək, onda nə adı var ki? Sənə 100 dənə alim adı gətirim, nə adı var ki onun? Bu elə bir məsələdir ki, yəni iman gətiriləsi vacib olan, zəruri olan məsələlərdəndir. Necə ki, Allaha iman, rəsullarına iman, mələklərinə, kitablara da həmçinin. Və artıq bunlardan birini inkar eləyən dindən çıxmışdır. Sən bu alimlər haqqında birinci mövqeyi bizə bəlli elə, bilək, çıx açıq-aşkar, dinən ki, bu alimlər bu etiqadda olublar və mən bunlardan bəriyəm, uzağam. Deyək, ondan sonra istəsən Fadl ibn Şazanı da gətirmək olar və yaxud digər orada harada etirazların var, onları da gətirərik. Sən hələ ki, hansın ki, etiraf eləyirsən, bax o alimlər barəsində öz mövqeyi bəlli et,
Ondan sonra keçək növbəti məsələyə. Subhanakallahumma və bihamdik əşhədu en la ilahe illə ente estağfiruke və atubu ileyk.